Ben buradan basın qarşısından İran imperiyasının rejimine müracaat edirəm. Artık dünya değişir. Demokrasiyanın üstünləşib geldiği bölgelerde bütün dünyanı tehdit eden bir devlet olarak siz, bütün milli azlıkları ve İran tərkibində olan, İran işğalında olan, milli çoxlu olan Azərbaycan Türklərin bütün hüquqlarını əzirsiniz. Siz insan haklarına karşı çıkırsınız ve bütün dünyanı artık tehdit edirsiniz. Bir nüvə dövləti yaratmaq istəyiyle, qonşu dövlətləri təhrik altında saxlamaqla bərabər siz insan haklarını ciddi şəkildə pozursunuz. 19-cu əsrin əvvəllərində bölünmüş Azərbaycanın bir hissəsində olan Azərbaycan Türklərin heç bir hüquqları yoxdur. Mən bir millət vəkili buradan həm də Türkiye parlamentosunda olan dostlarıma, kollegalarıma müracaat edirəm. Mən Avropa parlamentində təmsil olunan bir millət vəkili kimi bütün dünyanın Avropa parlamentində olan bütün millət vəkillərinə müracaat edirəm. Bütün beynəlxalq konvensiyalara əməl edin. Baxın və bütün buradakı əzilən insanların haqqına sahib çıxın. Onları qoruyun. Mən hesab edirəm ki, Türk'ün dərdi hansı coğrafiyada olması asıl olmayaraq bir dərdi. Biz Uyğur Türk'ünün də dərdinə sahib çıxmağı, Kıbrıs Türk'ünün də, Kərkiş Türk'ünün də, Anadolu Türk'ünün də, Azərbaycan Türk'ünün də dərdinə bir yerdə sahib çıxmalıyıq. Biz hesab edirik ki, bütün mübarizə üsullarımızdan biz yalnız və yalnız haqqı, ədaləti, Azərbaycanın ədalətli statüsunu müdafiə edirik. Ona görə bütün mütərəqqi bəşəriyyəti bizə dəstək olmağa çağırır. Biz bütün imperiyalar kimi İran imperiyasında çökməsinin yaxın günlərdə baş verəcəyinin şahidi olacağımıza qətiyyətlə inanırıq və Azərbaycan Türk'ünün özünün Güney Azərbaycanda müstəqil dövlət quracağına adımız qədər əminik. Biz bu yolda, bu mütərəqqi yolda, bəşəri dəyərlərin qorunması yolunda bütün özünü tanıyan, millətlə hörmət edən bütün hər kəsi və mən məxsusən bir daha boylanıram, səslənirəm ki, Türkiyə Millət Məclisində olan millət vəkillərini də bu yolda bizim mübarizəmizə dəstək verməyə çağıram. Bizim qələbəmiz yaxındadır və bizim qələbəmiz bir millətin qələbəsi deyil, bəşəriyyətin və haqqın ədalətin qələbəsidir. Sizlərə eşq olsun, uğur olsun.